Mən doktor Mədinə Fərəcova, infeksion xəstəlikləri mütəxəssisiyəm. Sizə səbəb bilinməyən qızdırma haqqında məlumat vermək istəyirəm. Qızdırma nədir? Qızdırma hər hansı bir stimula qarşı orqanizmin verdiyi cavab reaksiyası bədən hərarətinin normadan yüksək olmasıdır. Qızdırma simptomdur, xəstəlik deyil. Özəlliklə qızdırmanın ən sıx səbəbi infeksiyalardır. İnfeksion xəstəliklərində aparılan araşdırmalar əsasən göstərmişdir ki, infeksion xəstəliklərində ən sıx simptomu qızdırmadır. Ancaq bəzi xəstələrdə qızdırma müşahidə olunmaya da bilər. Bu özəlliklə ağır immun yetməzliyi olan xəstələrdə, insan immun yetməzlik virusu, HIV xəstələrində, hər hansı bir hematoloji, onkoloji xəstəliklər səbəbilə yüksək doz steroid, yüksək doz kimyoterapiya alan xəstələrdə qızdırma müşahidə edilməyə bilər və ya bəzən çox yaşlı xəstələrdə və hipotiroidizmi olan xəstələrdə bazal metabolizmanın zəif olması səbəbilə qızdırma daha bədən hərarəti normadan aşağı olur. Antistoksin müalicə alan xəstələrdə, yenə yüksək doz steroid alan xəstələrdə bədən hərarəti normadan aşağı müşahidə edilə bilir. Qızdırma bədən hərarəti günün müxtəlif saatlarında müxtəlif dəyərlərdə seyr etməkdədir. Sirkadian ritm mövcuddur. Özəlliklə səhər saatlarında, səhər 4-6 arası bədən hərarəti ən düşükkən, axşam saat 4-6 arası bədən hərarəti ən yüksək müşahidə edilməkdədir. Gün içərisində sabah və axşam saatları arasında bədən hərarətində 0,5-1 dərəcə Selsi fərq müşahidə edilə bilir. Qızdırma necə baş verir? Qızdırma özəlliklə mərkəzi sinir sistemində, hipotalamusda yerləşən termorequlator mərkəzlə bədən hərarəti idarə olunur və burada sintez olunan müxtəlif pirogen maddələr dediyimiz maddələr mövcuddur ki, bunlar hipotalamusda prostaglandin E2-nin sintezinə və beləliklə bədən hərarətinin yüksəlməsinə səbəb ola bilir. Səbəb bilinməyən qızdırmağa müxtəlif təriflər verilmişdir. İllər keçdikcə bu daha da müasirləşdirərək ən son qızdırma 4 təsnifatı 4 pillərdə dəyərləndirilir. Birincisi klassik səbəb bilinməyən qızdırma, ikincisi neytropenik səbəb bilinməyən qızdırma, üçüncüsü nozokomial xəstəxana yatışına bağlı olan səbəb bilinməyən qızdırmalar və HIV xəstələrində müşahidə olunan səbəbi bilinməyən qızdırmalar. Bir klassik səbəb bilinməyən qızdırma nədir? Klassik səbəb bilinməyən qızdırma 3 həftədən uzun davam edən, 3 gün xəstəxana yatışı və ya 7 gün ayaqdan aparılan radioloji, laborator və fizik müayinə nəticələrinə əsasən diaqnoz qoyula bilməyən qızdırmadır. Qızdırma insan orqanizmində necə dəyişikliklərə səbəb ola bilir? Bazal və qaraciyər metabolizmasında artışa, maye ehtiyacında artış, tənəffüs və oksigen ehtiyacında artışa, eyni zamanda ürək ritminin artmasına, ürək ritminin sürətlənməsinə səbəb olur. İlk öncə polikliniyə bizə qızdırmalı xəstə başvurduğunda ilk öncə ətraflı anamnez toplanır. Anamnez məlumatlarına əsasən gün içərisində qızdırmanın seyri, xəstənin peşəsi, yaxın zamanda hər hansı bir cərrahi girişim, invaziv girişim olub-olmaması, yandaş xəstəlikləri, istifadə etdiyi dərman preparatları, alkol, narkotik maddə bağımlılığı olub-olmaması, xəstənin yaxın zamanda hər hansı bir yerə səyahət hekayəsinin olması, heyvan, böcək, gənə təmas hekayəsinin olub-olması, cinsel davranış kimi xüsusiyyətləri ətraflı şəkildə anamnezdə toplanılır. Daha sonra fizik müayinə. Fizik müayinə diaqnostikanın önəmli, özəlliklə səbəb bilinməyən qızdırmalarda ayrılmaz bir hissəsidir. Fizik müayinədə özəlliklə qızdırmada infeksiya ocağı ola biləcək, düşünüləcək bir ocaq aşkarlaya biliriksə, o bölgəyə yönəlik laborator radiolojik müayinələr həyata keçirilir. Ancaq bəzi hallarda isə aparılan müayinəyə əsasən heç bir ocaq aşkarlana bilmir. Bu zaman artıq laborator və radiolojik müayinə metodlarına müraciət edirik. Laborator müayinə metodları əsasən ümumi qan analizi, kəskin faz zülallarıdır. Bir sıra hallarda bəzi serolojik laborator analizi müraciət edirik. Digər qrup müayinə metodları isə radiolojik müayinə metodlarıdır. Radiolojik müayinə metodları sadədən mürəkkəbə doğru istifadə olunur. Ən sadəsi, sadə ağciyər rentgeni, qarın boşluğu ultrasəs müayinəsi. İnfeksion xəstəliklərdən səbəb bəlli olmayan qızdırmalar ən sıx səbəb olanlar tuberkulyoz, bruselyoz, infektiv endokardit ürək qapaqlarının iltihabı, intraabdominal qarın içi abseslər, malyariya, Epstein-Barr, sitomegalovirus kimi viruslar səbəb bəlli olmayan qızdırmanın səbəbləri içərisində yer almaqdadır. Ancaq hər zaman infeksion xəstəliklərə bağlı müşahidə olunmur. Digər qeyri-infeksion xəstəliklər, kollagen bağ toxuma xəstəlikləri, hematolojik, onkolojik xəstəliklər və digər terapevtik branşların da bir sıra xəstəliklərində qızdırma simptom şəklində özünü büruzə verə bilir. Xəstənin klinik vəziyyəti dəyişmirsə, o zaman antibiotik
ilk antibioterapiya başlanmaması və ətraflı bir şəkildə diaqnoz qoyulana qədər müayinə metodlarının aparılması məsləhət görülür. Aparılan araşdırmalar nəticəsində göstərilmişdi ki, bəzən hər tərəfli detallı incələmələr, müayinə metodlarının aparılmasına rəğmən 20% hallarda diaqnoz qoyulmamaqdadır və qızdırma spontan geriləyə bilir. Qızdırma adda yatan ciddi infeksiyon və ya qeyri-infeksion xəstəliyin xəbərdar edicisi ola bilər. Bu səbəblə xəstədə 3 gündən çox davam edən 38,3 dərəcə Selsiyin üzərinə çıxan qızdırma varsa, mütləq şəkildə həkimə müraciət edilməsi məsləhətdir.